O videomun altına, parklanmayla bağlı çəkdiyim videonun altına şərhlər yazanlar var. Səki avtomobil saxlamaq üçün uyğun yer deyil. Ay nə bilim, avtomobil sürməklə deyil. Qaydaları bilmək lazımdır. Ay klaviatura qəhrəmanlarım. Mən programı oxuyub almışam, sürücülük vəsiqəmi oxuyub almışam. Və qanunları inanın ki, yol hərəkət qaydalarını qadınlar kişilərdən daha yaxşı bilirlər. Çünki kişilər uşaqlıqdan atalarının yanında öyrənirlər. Onlar artıq yola hazırdılar. Amma qadınlar sonradan öz savadları ilə oxuyurlar. İndi kimsə nəsə edir, o özü bilər. Amma inanın ki, qadınların çoxsu yol hərəkət qaydalarını kişilərdən daha yaxşı bilir. Bir dəli şeytan deyir ki, səki avtomobili saxlamaq üçün yer deyil.